hamı tərifli, həm müdür qızıdır, həm də çox gözəl dərsdir. Dedi, kimin tənqidi fikri var? Mən əlimi qaldırdım ki, mənim var. Çıxdım bir neçə tənqidi fikirlər söylədim. Ziba müəllimə, burada iştirak eləmədik ki, Ziba. Yaxşı təsdiq et. Ziba müəllimə yerindən durdu ki, güya sən məndən yaxşı dərs deyərdin. Dərsdə çox çətin idi. Təqaməliklə tətbiqi və həndəsə məsələlərin həlli. İslam müəllim yerindən qayıtdı ki, bu aydının dərsi, müəllimin dərsi təhlil olunmur, sənin dərsin təhlil olunmur, otur aşağı. Bütün müəllimlər də mənə belə pis baxırlar ki, bu nətər yedir. Bir cavab müəllim, sonra söz alanda, qısa deyirəm, dedi ki, çox gözəl təhlil elədi burada aydın müəllim, çox gözəl təhlil elədi. Təhlil belə olar. Belə deyil. İkinci bir faktı, yəni cavab müəllimin obyektivliyindən deyil. Biz Qatar Cəbiyyindən ikimiz aspiratörü, bilirsiniz, profesordur, tarix üzrə. Onda da belirdi ki, əmək haqqını saxlanmaqla bir ay məzuniyyət verilməlidir. Gəldi İsrail müəllimin yanına, İsrail müəllim deyir ki, neçə yer var? Dedi ki, 2 yer var. Dedi, oturub Bakıya gözləyirlər ki,